Salam dostlar, necəsiz? Çox xoş gəlibsiniz canlı videoya. Əgər biləcək sual ki, niyə bir seri nur pərdazı haqqında okeydə, sənin bugünün gəziyyəsi biraz dağdır və qorxmağı biləcək rahatlar intiqal verirəm. Xoş dostlar və amma bugün əmə gəlmişik bir dənə videonun xidmətinizə ki, mütməinnəm ki, bu cür videoların çoxlu aşiqləri də sizsiz. Nefrini Layoruna. Özürüzü bilirsiniz, bu Layoruna bir növ əfsanə idi ki, təqribən neçə illər bundan qabaq Meksikdə ittifaq düşübdü və o qədər gəziyə açdı, gəziyəsi adaşdı, ta pəs həmin əlan ki, İranlıyıq, birazın gəziyəsi gəlibdi və hətmən qalan videonun axırına zaman baxın və bir yerə getməyin. Let's go in video. 7 milyard kulluzu Kore zəmində adam var və 7 milyard məğz var. Və hər məğzin içində xas əfsanələrə etiqad vardır. Hər nəcür əfsanə olur olsun, çə məskərə, çə bahal, çə feyr, çə vaqi. Böyüklərin qorxmalı buradadır ki, bəzi əfsanələr elə bir cür ki, nə cürət eləyə bilirsən, deyəsən ki, feyr, nə cürət eləyə bilirsən, deyəsən ki, vaqi. Və yəni fəqət öz ürəyində dua eləyirsən ki, kaş bu umucusu olmuyor. Xob, ağa əvvəlmincə gəziyə kimi biləcək mən hətmən deyim. Bu deyim ki, Nefrini Layoruna neçədən dastan mən neçədən şetbədiyim bir durdanları. Abi Nefrini Layorunada neçədən gəziyə vardı ki, neçədən dastan mən neçədən istori vardı ki, indi yap belə dəxtərdən sıçramaça biləcə deyək. Ağa əvvəlmincə gəziyəmiz, ya mən əvvəlmincə dastanımız ki, böyüklərin dastanı Nefrini Layorunadır. Budur ki, xanım Layoruna və neçədən uşağı ilə və bir daha da həmsəri ilə ki, baxım zindecanlıqları çox xoş imiş və çox xoş tər zindecanlıqları ilə qabağa gedilmişlər. Və bu Layoruna gedib ehsas edir ki, əri buna xiyanət edir. Ya haman şohəri buna xiyanət edir. Və bu xanım Layoruna vaxt ki, öz gözü ilə görür ki, şohər ya haman əri buna xiyanət edir, bir daha təsmin tutur, əcib iş görür. Və əcibtərin işi də ki, görür. Budur ki, 2 dənə uşaqla aparır, Rudxan əqranını xəfələyir, boğur və öldürür. Və bir növ istəyib ərindən intiqamını və vaxt ki, ölübdür da cəhənnəmə xanım icazə verməyiblər və ruhu Kore zəmində sərgərdan qalıb və ta pəs uşaqların ruhunu tapmayınca getdi yoxdur. Gələ bıraq tapa. Dostlar, əvvəlimizi gəziyyəsi bu idi və özür ki, bilirsiniz, biraz həm narahat edən gəziyyəsi vardı, həm də qorxmalı. Və dostlar, özür ki, deyirlər, əksərən Meksik və Texas tərəfində siz çoxlar eləyə bilərsiniz bu xanımı görəsiz. Və dostlar, əgər bu xanımın bizə zahirindən danışam, zahiri bir dənə libası ərus giyib və qiyafəsi çox krepi, yəni bir kəsət qorxmalı qiyafəsi var və düşürdülər əksərən Rudxanələr qırağında deyirlər, zahir olur. Və dostlar, bundan bir dənə çalışı vardı və çalışı istəyirəm necə tozif verim. Çalışı budur ki, siz gələk bir dənə uşaqlıq əksiz olar, bir dənə qaba salasınız və ona aparasınız bir dənə yeri ki, Rudxanədir və bunu uşağı eləyə bilərlər, orada xəfəliyələr. Və gələcəksiniz ora, əksi qoyacaqsınız qaranlıq yerə və orada 3 yol Layoruna çağıracaqsınız. Əgər zahir oldu, heç, əgər zahirdəki olmalı məskərədir. Məni bilirsən nə yandırır. İndi fərz elə mən getdim oraya, qəşəng filmimiz o rekord hərnəmlə dürbünüzə kaş elədi. Layoruna gələcək qabağıma deyəcəm, bəhbə dostlar, baxın buna fərdi tərəf budur, Layoruna budur, qiyafəsi budur. Mən görürsünüz nə xasa klasik əfsanələr var. İranlı ötərin əfsanələr, qulaq kəsən idi, Məmməd Qulu idi. Və onlar çox qədimində dəhi, təqribən 60-70-dılar. Qərə çadıralda deyərlər bir zaman. Əslən bilmədim onun gəziyyəsindən nədir. Və bəli, İran böyüklərin əfsanələr, qulaq kəsən, Məmməd Qulu və Qərə çadıral idi. Xob dostlar və əmma
və əmma bu xanım indi nə cür olub və hal-hazırda görsənib ki, indi videolarına giririk baxaq. Bax, əvvəlcə videomuz mərbut olur neçə ay yoldaşlar ki, bir dənə maşınla gecə çağır rənəndəlik eləymişlər. Və bu ağalar vaxtçı qabağa gedirmişlər. Ehsə sevdəki qabaqda bir nəfər durubdu və bunlara baxın. Və bu yoldaşlarım bir tez quşsun çıxardır, video götürür və mən ehsisiyim qəşənglə yoluna özür yenə də baxın. Xo'p, ağa, 2000-ci gəziyəmiz mərbut olur bir dana şəhərvəndə Amerikaya ki, cəngəllərin yaxınlığında səy eləyir, pəhpatla film götürür və vaxt ki film götürürdü, görün nə mənə ilə müvacih olur. Xo'p dostlar, ağa mən indi hər nəmlə gəziyə kifar edib biləcə təriflədim və küllən sərtapa aynılarına biləcə dedim və məhbubtərin dastanlaşdım biləcə dedim. Əgər videodan xoşunuz gəlib, çox söyləyirəm bu videoya like eləyəsiniz, channelda subscribe eləyəsiniz. Ta videoya bəli sallaha tapşırdım.